Mənə xahiş edirəm. Gələcəkdə qazla. Şans verin. Keçən dəfə mənə belə şanslar verdiniz. Mən bu saat Narkotik ittihamı ilə həbs edilən, özünü şairə və tiktoker kimi təqdim edən İlhami Elşad qızının məhkəmə istintağı başlayıb. O, konvoyu müşayiəti ilə məhkəmə salonuna gətirilib. İlhami Elşad qızının zala daxil olan kimi ilk sözü, mənim günahım yoxdur, özümlə sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm, öd kisəm yoxdur, kababzat da yeyə bilmirəm, deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir. İlhami Elşad qızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 satış məqsədi olmadan küllü miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyir. Ay xanım, sizə nə olub? Ay xanım, səbirli olun, mən sizə nə yapıyorsunuz? Allah mənə iki qat Ay xanım, verilişin rəhbəri mənim, siz məndən butonla... İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başında qadınam. Gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 ayda əzab çəkirəm. Mənim anamı ağladıblar, mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə. Bahar vaxtıdır, indi mənim yazıb yaradan vaxtımdır. Götürüb salıblar Kürdəxanaya həbsə. Belə narkoman olar? Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam. Heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib. Mən tərtəmiz, pak qadınam. Nə var, nə yox TikTokda Drezad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm.